Salam əziz izləyicilər, əziz qardaşlar, hər kəs xoş gördük. 19 iyun 2025-ci il. Buyurun, baxın əziz izləyicilər. Gördüyünüz bu 3 başı mallar satılır. 2 başı yanı balalıdır, 1 başı boğazdır, yəni yelin üstündədir. Video axıra qədər baxın, 3 mal haqqında məlumatınız olsun. Təzə WhatsApp qrup açmışam. Kim istəsə mənim nömrəmə WhatsApp-a yazsın, WhatsApp qrupa qoşum. Hər gün paylaşılan mallardan xəbərdar olun. Deməli, gördüyünüz bu birinci mal sahibinin dediyinə görə şarol cinsindəndir. 25 gündə doğub, altında təmiz mayalanma, simental dişi balası var. Sarala gördüyünüz kimi dişi baladır. Gün ərzində səhər axşam 2 evliyə mal sahibi deyir 9-10 litr arası süd verir. Qiymətin 2650 manata deyir. Real olsa aşağı yeri var. Gördüyünüz bu ikinci mal alaqara cinsindən olan İvanovkadır. Mal sahibi deyir birinci qarına 3 ayda doğub, təmiz. Aqulaq altında dişi balası var. Gün ərzində səhər axşam 2 evliyə mal sahibi deyir 8-9 litr arası süd verir. 1 ay 20 gündə kəlin alıb. Gördüyünüz bu İvanovkanın da qiymətin 2700 manata deyir. Real alıcı olsa təbii ki aşağı yeri var. Hər kəsdən xahiş edirəm, real alıcılar əlaqə saxlasın. Üçüncü mal isə hal-hazırda o da yelin üstündədir. Bu ayın 28-i doğası da Allahın izinə keçən qarına 12-13 litr arası mal sahibi deyir təmiz süd verib. Buyurun, baxın əziz izləyicilər. Onun da qiymətin, boğazın da qiymətini 2650 manata deyir. Real alıcı olsa təbii ki aşağı yeri var. Maşallah olsun, mallara söz yoxdur. Kim istəsə əlaqə saxlasın, gəlsin, istədiyin seçsin, alsın. Hər kəsə öncədən təşəkkürlər.